Hamıya salam, kanalıma xoş gəlmisiniz. Bugün sizlərlə birlikdə 2026-cı il nəşrindən 7-ci sinif riyaziyyat dərsliyindən ilkin yoxlanmanı səhifə 8-də izah edirəm. Deməli, gəlin birinci sualdan başlayaq. Deməli, bizə verilib A bəndində 21-də 14 kəsri. 21-də 14 kəsrindən sonra verilən kəsrin məxrəci 3-ə bərabərdir. Məxrəci 3 yazıram. İndi fikir verin, məxrəcdə 21 var. 21-i 3-ə gətirmək üçün 7-yi ixtisar aparmışam, 3 qalıb. Onda sürətdəki 14-ü də 7-yi ixtisar aparıram, yəni 14 böl 7, 2 qalacaq. 3-də 2 olacaq. Daha sonra bərabər olmalıdır, sürətdə 6, indi məxrəci tapmalıyam, düzdür? Fikir verin, sürətdə 2 var, 2-ni 6-ya gətirmək üçün sürəti 3-ə vurmuşam. Onda məxrəcdəki 3-ü də vurmalıyam 3-ə. 3 vur 3 olacaq 9. Daha sonra B bəndinə baxıram. 44-də 32 bərabərdir. Sürətdə 8. Məxrəci tapmaq lazımdır. 32-ni 8-ə gətirmək üçün 4-ə bölmüşəm. Yəni 4-ə ixtisar aparmışam. 8 qalıb. Məxrəcdəki 44-ü də 4-ə ixtisar aparıram. Yəni 4-ə bölürəm 11. Burada 11 olacaq. Bərabərdir. Sürətdə bilmirəm. Məxrəcdə 33. Məxrəcdə 11 idi. 11-i 33-ə gətirmək üçün vurmalıyam 3-ə. Onda sürətdəki 8-i də vururam 3-ə. Olacaq 24. C bəndinə baxıram. 7 məxrəcdədir, sürət bilmirəm. 24 məxrəc 42-dir. Sürət 8, məxrəc bilmirəm. Deməli, 24-ü 8-ə gətirmək üçün 3-ə ixtisar aparmışam. Düzdür? Onda 42-ni də 3-ə ixtisar aparıram. Burada 8, burada da 14. Deməli, bura olacaq 14. Və yaxud da, indi burada sol tərəfdə məxrəc 7-dir. Deməli, 42-ni 6-ya ixtisar aparmışam. 6-ya ixtisar aparmışam, 7 qalıb. Eyni qaydada sürətdə 24 var. Bu 24 də 6-ya ixtisar aparanda 24 böl 6, 4 olacaq. D bəndinə baxıram. 33 bölünsün, bilmirəm neçədir. 3 bölünsün 4. Bərabərdir. Məxrəc 12. İndi fikir verin. Məxrəc 4-dür. 4-ü 12-yə gətirmək üçün vurmuşam 3-ə. Onda sürətdəki 3-ü də vurmalıyam 3-ə. Bu olacaq 9. Eyni qaydada fikir versəz 33 bölünsün məxrəc 3 böl 4. İndi burada sürətdəki 3-ü 33-ə gətirmək üçün vurmuşam 11-ə. Onda məxrəcdəki 4-ü də vurmalıyam 11-ə. Burada da olacaq 44. 44. Növbəti ikinci suala baxırıq. Deyir ki, verilmiş ədədləri qeyd edilmiş mərtəbələrə qədər yuvarlaqlaşdırın. 3 tam 1000-də 273. Bizdən istəyir onda birlər mərtəbəsini yuvarlaqlaşdırmaq. 2-dən sonra 7 gəlib. 7 gəlirsə, yuvarlaqlaşdırdığı mərtəbə vahidi 1 vahid artır. 2-nin əvəzinə 3 yazıram. Özündən sonrakilər sıfırlanır. Və bu da nəyə bərabərdir? 3 tam 10-da 3-ə, yəni sıfırları yazmasaq da olar. Növbəti 0 tam 1000-də 165. 100-də birlər mərtəbəsini yuvarlaqlaşdırıram. 6-dan sonra 5 gəlib, deməli 6 bir vahid artmalıdır. 7 yazıram. 6-dan sonrakilər sıfırlanır. Burada 0 yazmasam da olar. Yəni 0 tam %17. Növbəti 12 tam 1000-də 996. Yenə onda birlərə qədər yuvarlaqlaşdırmaq lazımdır. 9-dan sonra 9 gəlib. Deməli 1 vahid artmalıdır. 9 1 vahid artanda 10 olur. Rəqəmin yerinə 10 yaza bilmədiyim üçün özündən əvvəlki 2 1 vahid artır, olur 3. 13. Qalanları sıfırlanır. Vergüldən sonraki sıfırlar yazmağa ehtiyac yoxdur. Deməli, ədədimiz 13-ə bərabərdir. İndi isə 4-cüyə baxırıq. 7 tam 1000-də 534. 100-də birlərə, yəni 3-ə yuvarlaqlaşdırmalıyam. 3-dən sonra 4 gəlib, deməli, olduğu kimi qalmalıdır. 7 tam 100-də 53-ü yazıram. 3-dən sonrakisi 0 yazıram. Yəni 1000-də 530 oldu. Mən də bilirəm ki, 0 yazmağa ehtiyac yoxdur. Elə 7 tam 100-də 53 oldu. Sonra 8 tam 1000-də 785. Yenə onda birlər mərtəbəsini yuvarlaqlaşdırıram. 8-dən sonra 5-ə, deməli 1 vahid artmalıdır. 8-in əvəzinə 9 yazıram. Özündən sonraki 5 sıfırlanır. Vergüldən sonra 0 yazmağa ehtiyacı yoxdur. 8 tam 1000-də 100-də 79.
və sonuncu 0-dan 10.000-də 1999. Bunda mində birlər mərtəbəsini yuvarlaqlaşdırmalıyam. 9-dan sonra 9 gəlir. Deməli, 1 vahid artmalıdır. Baxıram ki, 9 1 vahid artsa 10 olacaq. Deməli, özündən əvvəlki artmalıdır. Burada yenə 9 var, yenə özündən əvvəlki artacaq. 0,2 olacaq. Yəni, bu 9'lar sıfırlanır burada. Sıfırlar yazılmaya da bilər. 0,2. Üçüncü suala baxıram. Deməli, boş xanaya uyğun rəqəm müəyyən edin. A bəndində 18 bölünsün 5, 18'i 5'ə bölmək lazımdır. 18'in içində 5 3 dəfə yerləşir. 3 vur 5, 15 eləyir. 15'e çıxan zaman burada qalıq 3 qalır. 3'ün içində 5 yoxdur. Burada artıq yeni bir rəqəm də yoxdur. Ona görə vergül atırıq. Buradan da bir dənə 0 yazırım. 30'u da 5'ə böləndə 3,6. Növbəti B bəndində 23 bölünsün 4. 23'ün içində 4 5 dəfə yerləşir. 5 vur 4 20 edir. Qalığın 3 qalır. 3'ün içində 4 yoxdur. Vergül atıram. İndi bir dənə 0 götürürəm. 30 böl 4 7 dəfə yerləşir. 28'i çıxıram. Qalığım qalır 2. İndi baxıram 2'nin içində yenə 4 yoxdur. 0 ata bilərəm. 20'nin içində 4 5 dəfə. 5'dan %75. Sonra C bəndinə baxıram. 3 bölünsün 8. 3'ün içində 8 yoxdur. 0 dəfə yerləşir. Vergül atıram. İndi 30'un içində 8 3 dəfə yerləşir. 24'ü çıxıram. 6 qalıq qalır. Bir dənə 0. 60'ın içində 8 neçə dəfə yerləşir? 7 dəfə. 56'nı çıxıram. 4 bir dənə 0 yazırım. 40'ın içində də 5 dəfə. 0'dan 1000'də 375. D bəndinə baxıram. 0,6 bərabərdir. Bu səfər sürət tapmaq lazımdır. Sürətdəki ifadəni 20'də neçə olduğunu tapmaq lazımdır. Deməli, iki cür üsulumuz var. Birincisi 0,6'nı adi kəsr kimi yazarsınız. Yəni 10'da 6 kimi. İndi 10'da 6'nın məxrəcini 20 kimi göstərmək lazımdır. Vurulsun 2 olmalıdır ki 20 olsun. Onda sürəti də vurmalıyam 2'ye. Bu da olacaq 12. Biri yazıbdılar, biz də 2'ni yazırıq. İndi isə 4-cü suala baxırıq. Müqayisə edin deyir. Burada müxtəlif cür müqayisə etmək olar. Məsələn, 15 və 5 məxrəcləri mən eyniləşdirmək istəyirəm. 15 və 5'in əçobu elə 15'dir. 5'də 3 15'e gətirmək üçün məxrəci vururam 3'ə. Onda sürətdə vurmalıyam 3'ə. 15'də 9. 8 yoxsa 9 hansı böyükdür? Sağ tərəf. Deməli 5'də 3 daha böyükdür. Növbəti B bəndinə baxıram. 0,548 %55. İndi bunların hansı daha böyük olacaq? Birinci, onda birlər mərtəbəsi hər ikisində eynidir. Burada %1'lər 4'dür, burada %1'lər 5'dir. Deməli 0,155 daha böyük olacaq. Bəzən uşaqlar rəqəmlər çoxdur deyə 548'i götürür burada. Niyə 0,548 daha kiçik desəz? Burada vergüldən sonra 3 rəqəm var. Burada isə 2 rəqəm var. Onda sayıları eyni olsun deyə bura bir dənə 0 ataram. İndi burada da 3 rəqəm var, burada da 3 rəqəm var. 548 yoxsa 550 böyükdür? 550. Daha sonra C bəndinə baxıram. 25'də 11 yazılıb. Burada da %47'ni adi kəsrə çevirirəm. İndi 25'də 11 və %47'ni müqayisə eləmək üçün 25'də 11'i məxrəcini 100 kimi göstərəcəm. Vururam 4'ə. Sürətdə vururam 4'ə. %44. 44 yoxsa %47 böyükdür. %47. D bəndinə baxıram. Burada %72 yazılıb. 72. %72 burada da 40'da 27 yazılıb. Biz bunu ixtisar apara bilərik. Məsələn 4'ə. 4'ə ixtisar getsə 25 məxrəcdə sürətdə neçə olacaq? 18. Baxıram başqa ixtisar burada yoxdur. İndi ya sürətlərini eyniləşdirmək lazımdır, ya da məxrəclərini eyniləşdirmək lazımdır. Mən burada baxıram ki, məxrəcləri eyniləşdirmək istəsəm, 40 və 25'in əçobunu tapsam, olacaq 1000. Bunları 1000'ə gətirməkdənsə, mən məxrəcləri eyniləşdirmək istəmirəm. Sürətdə 27 və 18'in əçobunu axtarıram. 27 və 18'in əçobu 54'dür. Düzdür? Onda mən sürətləri eyniləşdirirəm. Yazıram ki, 40'da 27 bərabərdir
54 bölünsün. Sürəti 2-yə vurdumsa, məxrəci də 2-yə vururam. 40 vur 2, 80. Və yaxud da ikincisi. 25-də 18 almışdıq, düzdür? 25-də 18. 54 bölünsün. Sürəti 3-ə vurdumsa, məxrəci də 3-ə vururam. Vurulsun 3, 75. İndi aldığım kəsirlər 75-də 54, bir də 80-də 54. Sürətləri eyni olan kəsirlərdən məxrəci kiçik olan daha böyük. Yəni 25-də 18 daha böyükdür. Yəni onluq kəsir olan. 5-ci suala baxıram. Bizə deyir ki, artan sıra ilə və azalan sıra ilə sıralayın. Deməli, birinci A bəndinə baxıram. Artan sıra ilə deyir. O zaman mən ən kiçikdən ən böyüyə doğru düzməliyəm. Bunları biz onluq kəsirə çevirsək daha yaxşı olur. Məsələn, bu 164 onluq kəsir olaraq qalsın. 4-də 3 onluq kəsir olaraq 0,75 deməkdir. 5-də 4-də 0,8 deməkdir. İndi artan sıra deyəndə ən kiçik burada hansı olur? Bir dənə baxaq. %48, onda biri 4'dür. %48 ən kiçikdir. Daha sonra %64 daha kiçikdir. %75 və ən böyüyü 0,8'dir. Niye 0,8 ən böyüdür? Çünki mən bura bir dənə 0 atsam 80 ən böyüdür, düzdür? İndi burada deməli artan sıra deyəndə mən 0,48 yazdım, %64 yazdım. %75 yazdığım əslində bizə necə verilmişdi? 4'də 3 kimi verilmişdi. 0,8 yazdığımda 5'də 4 kimi bizə verilmişdi misalda. Sonra baxıram B bəndinə. Yenə ən kiçik olanlar təbii ki, mənfi ədədlərdir. Burada ən kiçik olan mənfi 6'dır. Çünki mən bilirəm ki, ədəd oxunda sıfırın solu mənfi ədədlərdir. Mənfi 1, mənfi 2, mənfi 3 və s. gedir. Mənfi 6 ən kiçikdir. Daha sonra mənfi 1, daha sonra 0. İndi 5 və 8 qaldı. 5 daha kiçikdir. Birinci 5'i yazıram, sonra 8'i. Bu oldu bizim artan sıramız. İndi gəlin azalan sıraları yazaq. Mən bir dənə bunları silim. İndi azalan sıraları gəlin yazaq. Burada 3'də 2 var, 6'da 5 var, 10'da 4, 10'da 6. Gəlin bu səfərdə bunları adi kəsirə çevirək. 0,10'da 6 bərabərdir elə 10'da 6'ya. Bir də 0,10'da 4 var. Bu da elə 10'da 4 deməkdir. Bunu 2'yə ixtisar aparsam 5'də 2 qalır. Bunu da 2'yə ixtisar aparsam 5'də 3 qalır. Burada indi mən müqayisə eləməliyəm, düzdür? 3'də 2 var. Onda məxrəcləri 3, 5, burada hələ 6 da var. 3'ün, 5'in və 6'nın əkobunu gəlin tapaq, ortaq məxrəc. 3 və 6'nın əkobu elə 6'dır. 6 və 5'in də əkobu 30'dur. Məxrəcləri 30'a gətirək. Bu olacaq 30'da 6'ya vururam. Həm sürət, həm məxrəc 18. Bu olacaq 30'da həm məxrəc, həm sürət 6'ya vururam 12. Sonra hansı qaldı bizdə? 3'də 2 var idi, düzdür? 3'də 2 bərabərdir. 30'da 10'a vururam. Həm məxrəci, həm sürəti 20 olacaq. 6'da 5 var idi bizdə. Bu da olacaq. 30'da 5'ə vururam. 25. Azalan sıra dediği üçün ən böyükdən ən kiçiyə doğru olmalıdır. A bəndində buradan yazın. Ən böyüyümüz deməli burada sürət 25'dir, burada 20'dir, 12'dir, 18'dir. Deməli ən böyük hansıdır? Elə 6'da 5. 6'da 5. Daha sonra burada sürət 20'dir. Deməli 3'də 2 daha böyükdür. Daha sonra 18'i birinci yazarım. Yəni 0,6. Ən kiçiyi də sürəti 12 olan, yəni 0,4. İndi bunun B bəndini gəlin yazaq. Deməli, aşağıdan yerləşdirə bilərəm məncə. B bəndinə baxaq. Azalan sıra deyilsə, ən böyüyünü birinci yazmalıyım. Ən böyük müsbət ədədlərdir. 7 yoxsa 3? 7 təbii ki. Daha sonra 3, daha sonra 0. İndi mənfi ədədlərdən. Mənfi 9 yoxsa mənfi 4 daha böyükdür. Mənfi 4. Ən kiçiyi də mənfi 9'dur. Növbəti 6-cı suala baxıram. İfadənin qiymətini hesablayın deyir. Gəlin A bəndini yazaq. 2,4 vurulsun
8-də 3 çıxılsın 4-də 1-i mən 8 və 4-ə ortaq məxrəc neçədir? 8 düzdür. Məxrəc 4-dür. 4-ü 8-i getirmək üçün 2-yə vurmuşam. Onda sürətdəki 1-i də vururam 2-yə. 1 vur 2 eləyir 2. Bərabərdir. 2,4 vurulsun 8-də 1. Bərabərdir. 24-ü 8-ə ixtisar aparanda normalda 3 eləyir. Amma baxıram ki 1 vergül sola getməliyəm. 0,3 vur 1. 0,3-ə bərabərdir. Birincinin cavabı 0,3. İndi B bəndinə baxıram. 9-da 5 üstə gəl 6-da 1. 9 və 6-nın ortaq məxrəci 18-dir. 18-də 9-u vururam 2-yə, 5-i vururam 2-yə. 18-də 10. Üstə gəl 18-də 6-nı vururam 3-ə, 1-i vururam 3-ə. 18-də 3. Bu 3-dən bu 9-u oxşadı. Bir dənə bunu düzəldək. 3. Ən sonda bölməliyəm 1,3-ə. Bölünsün 10-da 13 yazıram. Adi kəsir kimi. Burada eləyir 18-də 13. Adi kəsirləri bölən zaman bölmə işarəsini eləyirəm vurma işarəsi. 10-da 13-də tərsinə çevirirəm. 13-də 10. 13-lər ixtisar gedir. 18 və 10 2-yə ixtisar getsə məxrəcdə 9, sürətdə də 5 qalar. Cavab olar 9-da 5. Növbəti C bəndinə baxıram. 20-də 17 çıxılsın. 0,6-nı adi kəsir kimi yazıram. 10-da 6. Vurulsun. 4,2-ni adi kəsir kimi yazıram. 10-da 42 üzərinə gəlinsin. 5-də 3 bərabər. 20 və 10-a ortaq məxrəc, yəni 20 və 10-un əkobu. Elə 20-nin özüdür. 20-də 17 çıxılsın. 20-də 10-u 2-yə vurdumsa, sürətdəki 6-nı da 2-yə vururam 12. Vurulsun. Burada məxrəclər 10 və 5-dir. 10 və 5-i də ortaq məxrəcə gətirməkdənsə 10-da 42-ni 2-yə ixtisar aparsam, məxrəcdə 5 eləyəcək, sürətdə də 21. Elə məxrəcləri meyilləşdi. 5-də neçə olacaq bu da? 21 və 3-ün cəmi 24. Mötərizəyə də ehtiyac yoxdur. Mötərizəni də silək. Deməli, davam edirəm yazmağa. 20-də 17-dən 12-ni çıxanda 5-ə bərabər olur. 5-də 24. 5-lərlə sağollaşırım. 20 və 24-ü 4-ə ixtisar aparsam, məxrəcdə 5, sürətdə 6 qalacaq. Cavab elə 5-də 6-dır və yaxud da 1,5-də 1-dir və yaxud da onluq kəsir kimi 1,2 yaza bilərim. İndi isə növbəti D bəndinə baxıram. 3,8. Bunu yazıram adi kəsir kimi 38, sürətə məxrəci də 10. Çıxılsın 5-də 4. Kəsir xəttimi çəkirəm. Məxrəcdə 1,5 yazılıb. Bərabərdir. Bunu mən 2-yə ixtisar aparsam, məxrəc 5-də sürət 19-dur. 5-də 19-dan 5-də 4-ü çıxanda eləyir 5-də 15. Məxrəcimiz 1,5-dir. Bərabərdir. 15 böl 5 onsuz da 3 eləyir. 3 bölünsün 1,5. İndi demişdik ki, onluq kəsirlərin bölünməsi zamanı məxrəc onluq kəsir qalmasın. Burada vergüldən sonra neçə rəqəm var? 1 rəqəm. Onda mən vergülü silirəm, sürətə bir dənə 0 yazıram. Nə mənə gəldi? 30 böl 15. 30-da 15-ə bölünən zaman 2 alınır. 7-ci suala baxıram. Dəyişənlərin verilmiş qiymətlərində ifadənin qiymətini hesablayın. A bəndinə baxaq. Demək, birinci növbədə x bərabər -3 olarsa, 2 vurulsun -3, üstə gəl 6. 2 vur -3, -6, -6 üstə gəl 6, müsbət ədəd, mənfi ədəd, eyni ədədlərdir, cəmi 0-dır. X bərabər -7 olarsa, 2 vur -7, üstə gəl 6. 2-ni -7-yə vuranda -14, üzərinə 6 əlavə edən zaman elə bil ki 6-dan çıxırsız 14-ü.
Normalda 14-dən 6-nı çıxanda 8 eləyir, amma kiçik ədəddən böyük ədədi çıxıramsa mənfi yazıram. 1 də x bərabər 1,5 olduqda 2 vurulsun 1,5 üzərinə gəlməsin 6. 2-ni 15'ə vuranda 30 eləyir. Baxıram ki, vergüldən sonra bir rəqəm qalmalıdır. 1 vergül sola. 3, özündən sonra 0 var. Onda bu nə deməkdir elə? 3 deməkdir, düzdür? Yazıram. 3 üstə gəl 6. Bu da eləyəcək 9. B bəndinə baxıram. Deməli, x bərabər -4 olarsa 7 çıxılsın, 3 vurulsun, -4. 7 mənfi ədəddən sonra vurulsun mənfi ədəd yazmışamsa, mənfi ilə mənfi toqquşurdu, müsbət olurdu. 3 vur 4 də 12 eləyir. 7 üstə gəl 12 də 19'a bərabərdir. Daha sonra x bərabər 5 olarsa 7 çıxılsın, 3 vurulsun 5. 7 çıxılsın 15. Baxıram kiçik ədəddən böyük ədədə çıxıramsa cavabım işarəm mənfi olur. 15'dən 7'dən çıxanda 8 eləyir. X bərabər 3'də 2 olduqda 7 çıxılsın, 3 vurulsun, 3'də 2. 3'lər ixtisar gedir. 7 çıxılsın 2. Cavab da olur 5. C bəndinə baxıram. A bərabər -2 olduqda, hətta burada B də var. B bərabər -9 olduqda 4 vurulsun A. A'nın yerinə -2 yazıram. Çıxılsın B. B'nin yerinə -9 yazıram. 4'ü -2'ye vuran zaman -8. Mənfi ilə mənfi yanaşıdsa toplamı olur. 9 yazırım. Bunların yerini dəyişirəm. 9 çıx 8 yazıram. Cavab eləyir 1. Növbəti 8-ci tapşırığa baxıram. A bəndinə birinci baxıram. Bizə deyir ki 4,5 santimetrin 9'da 5 hissəsini tapın. Vururam hissəni göstərən kəsrə 9'da 5'ə. 45'i 9'a böləndə 5 eləyir. Vergüldən sonra bir rəqəm varsa, bir vergül sola gedirəm, 0,5 eləyir. İndi 5'i 5'ə vuranda 25 eləyir. Vergüldən sonra bir rəqəm qalmalıdır, ona görə bir vergül sola gedirəm. Cavabımız olur 2,5. İndi B bəndinə baxıram. 5,6 kilogramın 0,3 hissəsini tapın. Vurmalıyam 0,3'ə. Bunun da ən yaxşı yolu 56'nı vurursunuz 3'ə eləyir 168. Vergüldən sonra 1, 1. Yəni cəmi vergüldən sonra 2 rəqəm olmalıdır. 2 vergül sola. 1'dən sonra olmalıdır vergül. 1,68 kilogram. Və yaxud da burada santimetr idi. Vahidlərdə yazaq. C bəndinə baxıram. 7'də 6 hissəsi 1,8 kilogram olan unun kütləsini tapın. Olan sözü varsa, baxın D bəndində də var. Hissəsinə görə ədədin tapılması qaydasını tətbiq edirdik yadınızdadırsa. Yəni, verilən ədədi hissəni göstərən kəsirlərə bölürüm. Burada verilən ədəd 1,8'dir. Bölürəm hissəni göstərən kəsrə, yəni 7'də 6'ya. 1,8 vurulsun, kəsrin tərsi 6'da 7. 18'i 6'ya böləndə 3 eləyir. Vergüldən sonra bir rəqəm var, 0,3 yazıram. 0,3 vur 7. Normalda 3 vur 7 21'dir. Burada vergüldən sonra bir rəqəm olduğu üçün bir vergül sola. Deməli cavab da kilogramlandı. İndi bunu D bəndinə baxıram. Yenə ədədimiz nədir? 1,5'də 4. 1,5'də 4. Deməli ədədimizi bölməliyəm hissəni göstərən kəsrə. Hissəni göstərən kəsr 0,8'dir. İndi gəlin bunu rahat hesablamaq üçün düzgün olmayan kəsrə çevirək. 5'də 1 vurulsun 5, üzərinə gəlinsin 4. Bu da olacaq 9. Deməli, bölünsün 0,8 yazıram, 10'da 8 kimi. 5'də 9 vurulsun, kəsrin tərsi, 8'də 10. 5'ə ixtisar gedir, məxrəc 1, sürət 2. 2'yə ixtisar gedir, sürət 1, məxrəc 4. Cavab olur 9 böl 4. Və yaxud qarşığı da çevirsəz 2 tam 2'də 1, 2 tam 4'də 1'i, 2 tam 4'də 1. Və yaxud da 2 tam 4'də 1'i 10'luq kəsir kimi yazanda %25 kimi yazırdıq da. Vahidimiz də litrləndi. Yanına da litr yazırıq. İndi isə baxırıq 9-cu suala. Tənliyi həll edin deyir. A bəndinə baxırıq.
2x üzerine gelinsin 1,4 beraberdir. 3 tam 2'de 1 vurulsun 1,2. 2x üzerine gelinsin 1,4 beraberdir. 3 tam 2'de 1'i çevirirəm düzgün olmayan kəsrə. 3 vur 2 6 üstə gəl 1 7 vurulsun 1,2. 2 ve 1,2 ixtisar gedir 0,6. 2x üstə gəl 1,4 bərabərdir. 7 vur 0,6 4,2 deməkdir. 2x bərabərdir 4,2. Üstə gəl 1,4 digər tərəfə keçən zaman çıxılsın 1,4 olacaq. Yəni 2x bərabərdir 2,8. X də bərabərdir 2,8 bölünsün 2. 1,4. Gəlin indi B bəndini yazaq. 3 vurulsun 6x üstə gəl 7 bərabərdir -15. 3'ü vururam 6x'da. Ya da gəlin vurmayaq. Hər tərəfi 3'ə bölsəm, burada olur 1. Burada olur -5. Yəni 6x üstə gəl 7 bərabərdir -5. 6x bərabərdir -5. Deməli, üstə gəl 7 digər tərəfə keçəndə olur. İşarəsi əksini dəyişir. Çıx 7. 6x bərabərdir -12. X də bərabərdir -12 böl 6. -2. C bəndinə baxıram. 4x üstə gəl 17 bərabərdir 7x çıx 25. Demək, 25 keçirəcəm sol tərəfə. 17 olduğu kimi qaldı. Çıx 25 digər tərəfə keçəndə işarəsi əksini dəyişir. Olur üstə gəl 25. 7x olduğu kimi qalsın. Müsbət 4x digər tərəfə keçəndə olacaq. Üstə gələn əksi nədir? Mənfi, yəni çıxmır. 17 25-in cəmi 42-dir. 7-dən də 4 çıxıram. 3 yəni da x yazır. X-i tapmaq üçün vurulsun 3 digər tərəfə keçəndə olur bölünsün 3. 42-ni də 3'ə böləndə 14. X-i neçəymiş? 14. Deməli, indi isə baxırıq 10-cu suala. Deyir ki, saat 12:00-da havanın temperaturu 3 dərəcə Selsiyadır. Bu vaxtdan etibarən axşama doğru temperatur hər saatda 2 dərəcə Selsiya azalmağa başladı. Birincidə deyir ki, saat 14:00-da temperatur neçə dərəcə oldu? 12:00-dan 14:00-a qədər neçə saat keçib? Gəlin birinci bunu tapaq. 14:00-dan çıxıram 12:00. Bu deyilir 2 saat. Demək, hər saatda 2 dərəcə azalır. Yəni 2'ni vuracağım 2'ye. Demək 4 dərəcə bizdə bu nə edib? Azalıb. Dərəcə neçə idi bizdə? 3 dərəcə. 3 dərəcə Selsiyadan çıxıram 4 dərəcə Selsiya azalmalıdır. 3'dən 4 çıxanda neçə edir? Baxıram ki, kiçik ədəddən böyük ədəd çıxıram ki, cavab mənfidir. 4'dən də 3 çıxanda 1. -1 dərəcə Selsiya olur temperatur. Daha sonra deyir ki, saat neçədə havanın temperaturu -5 dərəcə Selsiya oldu. Bizdə normalda saat 12:00 idi. 12:00'da temperatur 3 dərəcə Selsiya idi. İndi bu 3 dərəcə Selsiyadan azalmalıdır -5 dərəcə Selsiya. Neçə dərəcə azalmalıdır? Bunu tapmaq üçün 3'dən çıxıram -5'i. Bu deyilir 3 üstə gəl 5, yəni 8. Demək 8 dərəcə Selsiya azalmalıdır. Mən də bilirəm hər saatda 2 dərəcə azalır. Onda 8'i bölürəm 2'yə. Demək 4 saat keçməlidir ki 8 dərəcə azalsın, gəlsin düşsün -5 dərəcə olsun. İndi gəlin 4 saat keçməsi üçün 12:00'ın üzərinə əlavə edək 4 saatı. Bu da olacaq 16:00'da. Birinci suala baxıram. Deməli, bizə deyir ki, hibrid avtomobilinin çəninin tutumu 50 litrdir. O hər 100 kilometr yola 4,8 litr yanacaq sərf edir. Çənin 25'də 3 hissəsi dolu olarsa, avtomobil bu yanacaqla nə qədər məsafə qət edər? Çənin tutumu 50 litrdir. Bu 50 litrin 25'də 3 hissəsi doludur. Düzdür, yazırım. 50 vurulsun 25'də 3. 25'e ixtisar gedir. Sürətdə 2 məxrəcdə 1, 2 vurulsun 3, 6 litr. Deməli, 6 litr var, düzdür. Hər 100 kilometrə 4,8 litr istifadə olunur.
Onda gəlin biz tapaq ki, 1 litr neçə kilometr su lazımdır? Bunu tapmaq üçün məsafəmi 100 kilometri bölürəm 4,8 litrə. Deməli 100 böl 4,8. Bunu da böləndə bayaq dedim. Vergüldən sonra neçə rəqəm var? 1 rəqəm. Bir dənə 0 əlavə edirəm, vergülü silirəm. 1000 bölünsün 48. 1000 böl 48. Aha. Bunu da 4'e ixtisar apara bilərsiniz. Məsələn, 4'e ixtisar aparsan məxrəc 12, sürət 25, bir dənə də 0, 250. Hələ yenə ixtisar olunacaq 2-yə də gedir. Nəsə bu şəkildə qalsın. 250 böl 12. İndi bizə deyir ki, bu yanacaqla nə qədər məsafə qət edər? 6 litr var məndə. 6-nı vururam. 1 litr üçün neçə kilometr lazım idi? Buradan tapmışam. Məxrəc 12, sürət 250. 6-ya ixtisar gedir. Sürət 1, məxrəc 2. 250 böl 2. 125 kilometr məsafə qət edər. Bu günlük bu qədər uşaqlar. İzlədiyiniz üçün təşəkkür edirəm. Bu cür videolardan xəbərdar olmaq üçün kanalıma abunə ola, bildirimləri aça bilərsiniz. Hər birinizə təşəkkür edirəm. Sağ olun, növbəti videolarda görüşənədək. Hələlik.